Rusiyanın xarici kəşfiyyat xidməti Qərbin Belarusda yeni dövlət çevrilişi cəhdi hazırladığı barədə açıqlama verib. Məlumata görə prosesin əsas icra mexanizmi kimi qeyri-hökumət təşkilatlarından istifadə olunması planlaşdırılır. Moskva hesab edir ki, QHT şəbəkələri ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirmək üçün əlverişli alətdir. İddialara əsasən Qərb kəşfiyyat strukturları artıq potensial müxalif liderlərin seçilməsi və hazırlanmasına başlayıb. Bu yanaşma əvvəlki rəngli inqilab nümunələri ilə oxşarlıq təşkil edir. Çevriliş üçün Belarusun hədəf seçilməsi Rusiyanın Ukrayna ilə davam edən münaqişəsi fonunda təsadüfi sayılmır. Moskva bu prosesi regional təhlükəsizliyə yönələn strateji təhdid kimi qiymətləndirir. Əsas məqsəd Rusiya və Belarus arasındakı siyasi və hərbi inteqrasiyanı zəiflətməkdir. Rusiya tərəfi hesab edir ki, bu addımlar Ukraynadakı müharibənin gedişinə təsir göstərmək məqsədi daşıya bilər. Belarusda çevriliş ssenarisinin arxasında Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya və Polşanın adı xüsusi qeyd olunur. Politoloqların fikrincə, Qərb ölkələrinin Minskdə rejim dəyişikliyi istəməsinin əsas səbəbləri geosiyasi, iqtisadi və strateji maraqlarla bağlıdır. Qərbin bu ideyanı gerçəkləşdirmə ehtimalı çox aşağıda ola bilər. Ancaq onlar çalışır ki, Şərqi Avropada təsir dairələrini gücləndirərək Rusiyanın regional nüfuzunu məhdudlaşdırsınlar. Bu çərçivədə QHT-lər maliyyə və diplomatik dəstək vasitəsi kimi istifadə olunur ki, ictimai-siyasi dəyişikliklər onların maraqlarına uyğun istiqamətdə getsin. Bundan əlavə, Qərb xüsusən Avropa, Belarus kimi ölkələrdə siyasi sabitliyi dəyişdirərək demokratik institutların möhkəmlənməsini və qitə standartlarına yaxınlaşmanı təşviq etdiyini bildirir. Yəni onların siyasəti həm təhlükəsizlik maraqları, həm də geosiyasi üstünlük əldə etmək məqsədlərinə xidmət edir. Əslində Belarus prezidenti Aleksandr Lukashenko son bir ildə Qərb ilə, xüsusən də Birləşmiş Ştatlar ilə münasibətləri normallaşdırmaq üçün bir sıra addımlar atıb. Bura siyasi məhbusların azad olunması, Birləşmiş Ştatlardan nümayəndə heyətlərinin Belarusa artan səfərləri və keçirilən görüşlər aid edilə bilər. Bütün bunlara baxmayaraq Qərbin Minskə qarşı münasibətlərində hələ də problemlər qalmaqdadır. Diqqət çəkən məqam Lukashenkonun yerinə kimlərin gətirilə biləcəyidir. Bu məsələ ilə bağlı konkret və açıq adlar rəsmi şəkildə səsləndirilmir. Lakin analitik yanaşmalara görə Qərbin məqsədi konkret bir şəxsi deyil, idarə olunan və onlara yaxın siyasi model formalaşdırmaqdır. Bununla yanaşı Moskvanın açıq dəstəyi Qərbin Belarusla bağlı rəngli inqilab ssenarilərini çətinləşdirə bilər. Çünki Minsk Kremlin strateji müttəfiqi və Qərb üçün tampon zonadır. Bu səbəbdən Rusiya diplomatik və kəşfiyyat vasitələri ilə Lukashenko hakimiyyətini qoruyur. Onların hədəflərinə, yəni Lukashenkonu devirmək cəhdlərinə Moskva heç vaxt icazə verməyəcək. Çünki Belarus Rusiya üçün strateji müttəfiqdir. Hər hansı bir müdaxilə onsuz da zəif olan Avropa-Rusiya əlaqələrini daha da təhlükəyə ata bilər. Yəni Moskva üçün hərbi strateji mövqelər riskə düşə bilər. Bu səbəbdən düşünürəm ki, Kremlin diplomatik və kəşfiyyat resursları Lukashenkonu qorumağa yönəlib. Rusiya Avropanın QHT-lər və informasiya kanalları vasitəsilə təsir cəhdlərini diqqətlə izləyir. Hər hansı kütləvi etiraz və ya siyasi təşəbbüs dərhal neytrallaşdırılacaq. Yəni Avropanın planlarının reallaşması heç də real olaraq görünmür. Beləliklə, Belarus ətrafındakı geosiyasi vəziyyət həm Qərb, həm də Rusiya üçün kritik sınaq meydanına çevrilir. Qitə ölkələrinin strateji maraqları Lukashenkonun təsir dairəsini məhdudlaşdırmaq və regional nüfuz qazanmaq üzərində qurulub. Bununla belə Moskva Minski strateji müttəfiqi kimi qoruyur və hər hansı çevriliş cəhdlərinə qarşı ciddi tədbirlər görə bilər. Yəni Kreml diplomatik, kəşfiyyat və informasiya vasitələrindən istifadə edərək hakimiyyətin dayanıqlığını təmin edir. Ekspertlər hesab edir ki, Lukashenkonun Birləşmiş Ştatlar və Avropa ilə dialoqu balanslaşdırmaq cəhdləri hələ ki nəticəsizdir.